Onkologiyada ən son mərhələ 4-cü mərhələ hesab olunur ki, bu mərhələdə şiş digər orqanlara metastaz vermiş olur. Digər orqanlara, yəni bir orqana da yox, bir neçə orqana metastaz verərsə, biz müalicə metodu kimi birincili olaraq ağıllı terapiyadan, hədəf terapiyasından başlaya bilərik. Kimyəvi dərman müalicəsi bədxəssəli şiş hüceyrəsi yanaşı normal hüceyrəyə də öz təsirini göstərir. Biz ayrılıqda kimyəvi dərman müalicəsi aparanda bu dərmanlar normal hüceyrələrə də təsir edir. Yəni onlar seçici təsir göstərmirlər ki, bu şiş hüceyrəsidir, yalnız ona təsir göstərməliyik. Onlar normal hüceyrələrə, sümük iliyinə, mədə-bağırsaq sistemində silikli qişalara, dəriyə və s. saç kökünə, bunların hamısına kimyəvi dərman müalicəsinin təsiri olur. Yəni məhv edici təsirini göstərir. Ağıllı terapiyada isə bu birbaşa hədəflənir şiş hüceyrəsinə. Yönəlir şiş hüceyrəsinə. Yəni həmin bu terapiyada aparılan bu preparat kimyəvi dərman müalicəsinin istiqamətini, yönünü birbaşa bədxəssəli şişə doğru yönəldir ki, müalicənin effektivliyi artsın.